Salam əziz izləyicilərimiz, xoş gördük sizləri. Biz bugün Daşkəsən rayon Zağalı kəndində gözəl bir qocaman müəlliməmizin evində qonağıq. Xoş gördük müəllimə sizi. Xoş gördük sizi. Necəsiz müəllimə? Yaxşı olasın, çox sağ ol. Yaxşı olun hər zaman. Müəllimə adınız, soyadınız? Həsənova Sabirə Əhməd qızı. Çox gözəl. Neçənci il anadan olmusunuz? 1940-cı ildə. Aha. Hansı ali məktəb bitirmisiniz? Hansı ixtisas üzrə dərs demisiniz? Elin adına atını bitirmişəm, fizika riyaziyyat müəllimi işləmişəm. Çox gözəl. Hansı məktəblərdə fəaliyyət göstərmisiniz? Neçənci ildə? 1967-ci ildə Daşkəsən rayonunun Muşavaq kəndində işləmişəm bir il. Çox gözəl. Ümumilikdə neçə il fəaliyyət göstərmisiniz? Nətəri? Ümumilikdə neçə il fəaliyyət göstərmisiniz? 50 ilə yaxın. Ay maşallah. Ömrünüzün gözəl hissələrini, ömrünüzün yarı faizini, yəni sənətinizə həsr eləmisiniz. 50 il az deyil. Çox gözəl. Fəxri adlarınız, mükafatlarınız olub? Əmək müəllimi adı almışım. Çox gözəl. Bəs təqaüdə neçənci ildə çıxdınız? Təqaüdə 1911-ci ildə. 2011-ci ildə. 2011-ci ildə təqaüdə çıxmısınız. Müəllimə, müəlliməlik sizin üçün nə demək olur? Mən o adına fəxr eləmişəm. Müəllim adımla fəxr eləmişəm. Uşaqlara da öz savadımı, öz təhsilimi, öz biliyimi mənimsətməyə çalışmışam. Çox gözəl. Şagirdlərimdən də bir neçəsi yox, çoxsu institutları qutarıb. Nə gözəl. Kənd təsərrüfatını qutarıb, Gəncə AF-ni qutarıb, ASX-ni qutarıb, hüquqşünaslığı qutarıb. Çox gözəl. Sizin uğurlarınızdır bunlar hamısı. Müəllimə, həyat yoldaşınızın adı, soyadı? Əmrafov Faleh İslamoğlu. Çox gözəl. Neçə evladınız var? Adlarını qeyd edərdiniz? 3 qızım var. Əmrafova Vəfa, Əmrafova Aytən, Əmrafova Afaq. Çox gözəl. Sizin yolunuzu davam elətdirənlərdən olub? Evlatlarınızdan yolunuzu davam elətdirənlərdən var? Aytənlə Afaq sinif müəllimidir. Nə gözəl. Neçə nəvəniz var ümumilikdə? Nəvəm 6 nəfər. 6 nəvəniz var. Altı nəvəm. Nəticə varmı? Var, nəticəm də var. Çox gözəl. Allah ömrünüzü uzun eləsin. Toylarını görəsiniz inşallah. Sağ olun. Müəllimə, sizi çəkdiyi işıqlandırdıq. Allahın izni ilə işıqlandıracağıq. Sizi buradan baxacaqlar. Allah ömrünüzü uzun eləsin. Onlarla birlikdə özünüz əyləşib baxasınız. 10 il sonra, 20 il sonra, 5 il sonra nəvələriniz, nəticələriniz, evlatlarınız, kötücələriniz hətta. Onlara nə ürək sözlər bildirərdiniz? Mən onlara əsas həyatda can sağlığı, uzun ömür, uruzu bərəkət. Bir də ali məktəblərə qəbul olub, oxuyub, təhsil alıb, yaxşı vəzifələrdə işləmək, adsan qazanmaq, hörmətli olmaq. Bunları arzu edirəm. Çox gözəl. Biz də amin deyirik. Müəllimə, çox sağ olun. Var olun. Bu qarlı havada dağları aşdıq gəldik. Sizin də qonağınız olduq. Çox sağ olun. Səfə gəldiniz. Var olasınız bizi qonaq qəbul elədiyiniz üçün. Dərin təşəkkürümüzü bildiririk sizə. Xatirələrinizi bizimlə bölüşdüyünüz üçün. Çox sağ olun. Sağ olun.